4 ay öncə start götürən işlər layihəyə uyğun olaraq müxtəlif istiqamətlər üzrə sürətlə davam etdirilir. Ən gərgin proses Nərimanov rayonu ərazisində aparılır. Çünki burada mühəndislərin qarşısını kanalizasiya xəttləri kəsib. Məhz bu səbəbdən hazırda plana uyğun olaraq tullantı suları şəbəkəsinin yeri dəyişdirilir. Yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi, Müzəffər Nərimanov küçəsinə dək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3,9 km təşkil edəcək. Gediş-gəliş zolağı boyunca ümumilikdə 2210 metr olan 4 tunelin də inşası nəzərdə tutulub. Artıq həmin yeraltı keçid vasitələrinin bir çoxunda işlərin xeyli hissəsi tamamlanıb. Məsələn, Nərimanov rayonu ərazisindəki 550 metr uzunluğundakı tunel kimi. Əhməd Rəcəbli ilə Həsən Əliyev küçəsinin kəsişməsindən keçən hissədəki bax bu tuneldə inşası davam etdirilir. İndiyə qədər burada görülən işlərin təqribən 50-60% demək olar ki, tam geridə qalıb və bundan sonraki mərhələdə isə əsasən tunelin yeraltı hissəsindəki qazıntı işləri həyata keçiriləcək. Yolun genişləndirilməsinə, tunellərin salınmasına mane olan bütün obyektlər sökülüb. Ərazidən keçən avtomobillər üçün də alternativ zolaq ayrılıb. Amma buna baxmayaraq vəziyyətə görə pik saatlarda tikinti zonasından keçən hissədə nəqliyyat sıxlığı yaşanır. Bu müvəqqəti çətinliyi isə sürücülər anlayışla qarşılayır. Normaldır məncə, çünki asan iş deyil, çətin işdir. Əllərinə gələn iyilərdir. İnşallah ki, tezdə qutarandan sonra bilinəcəkdir. İnşallah qısa müddətdə iş bitər, hər yerə yollar açıq. Gözləyirik. Nəyi gözləyirsiniz? Açılışı gözləyirik. Yolun istifadəyə verilməsi. Bəli. Tikinti işləri ilə bağlı söz gedən küçələrdə nəqliyyat vasitələrinin hərəkətləri mərhələli şəkildə məhdudlaşdırılır. Bu yüzdən sürücülərdən söz gedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. Qurum rəsmisi onu da əlavə etdi ki, ümumilikdə görülən işlərin 2026-cı il ərzində tam başa çatdırılması nəzərdə tutulub. Ərazidə tikintiyə nəzarət edən Nazim İsmailov isə şifahi olaraq bildirdi ki, Nərimanov rayonunda əsas nəqliyyat axınının olduğu Əhməd Rəcəbli küçəsində hərəkət bu ayın sonlarına yaxın bərpa ediləcək. Gündüz Vaqifoğlu, Sərxan Daşdəmirov, İTV Xəbər.